Və Qurana Quranda da girməyəcəksən. sayılsın. Sənin Allah'ı rədd eləmək üçün, sənin Allah'ı tanıdan mexanizmanı rədd eləmək yetərlidir. Yo. Ha. Və girməyəcəksən Yo, Qurana. nə? Sən Quran Yo. xaricində Allah tərifi verə bilmirsən, düz? Quran xaricində Allah tərifi vermək öz ağlınla bir Allah yaratmaqdır. Ayso. Mən də sənin Quran daxilindəki təsvir olan Allah'ı rədd edirəm. Dolayısıyla Quranla rədd edirəm. Bir etirazım var. Sülh olsun, sülh olsun. Sülh olsun. Hristiyan salamı. Yo, sülh olsun əsl müsəlman salamıdır. Çünki salam sülh deməkdir. Əsənlik deyilən də onun Əsənlik sən deyirsən, sülhü isə İslam deyir. Sülh nə zamandan İslam Hristiyan salam olub ki? Ha? Mən bax qardaşım, gərəksiz Salam, yerdə siz bu günləri qalxıb gərəksiz yerdə sülh bağlamaq vətənə xəyanətdir. Onun başını buraxsın. Yox, bir dəqiqə də. İndi qalxıb deyirsən ki, məsələn birinə salam olsun. Salam olsun o deməkdir ki, sülh olsun. Ay çevik. Niyə sülh Sən olsun hələ ki? sülhlə əsənliyi ayırt edə bir adamsan. Əsənliklər bilmirsən nədir? Bir dəqiqə indi əsənlikləri dörg edəcəm sənə, sülhü dörg edəcəm. Səbirli ol görək. Gözlə. Hə. Gözləyirik, bayaqdan gözləyirik. İndi biz danışaq, sən gözləyirsən, olar? Yo, sən səhv. Yo, əsirsən, çevik. Bir də sakit ol danışaq da. Niyə əsirsən? Nə bu? Mal ustası. Bir də qızardın, çevik. Yaxşıdır hər şey, salamaçlıqdır səndə. Oxu. Çevik deyirəm, salamaçlıqdır səndə. Ekranı oxu kişi. Ekranı oxu yox kişi. Burada danışıq da. Ekranı oxu. Nəyini oxuyum? Ekranı oxu, səhvi boynu var. Oxu görək də nə deyir. Əsənliklərin açılımıdır, oxu boynu var. Aha, nə deyir orada səndiklər? Bax da gör nə deyir. Əsənliklər Oxu, sağlıq, afiyet, səlamət və əhsən olma durumu. Tamam. İndi zəhmət olmasa sülh olsun açıqla. Sülhü görsətmə burada sən. Ay insan sülhü sən dedin, mən yox sülhü sən dedim. Bas bağlama. Sülhü sən dedin, mən yox. Göstər deyirəm mən burada sülhü. Hayır, hamı da görür ki, sülhü sən dedin, mən yox. Bax, eşidirsən. Deyir ki, salam olsun. Salam olsun, yəni sülh olsun. Sən də bunu qalxın deyirsən ki, əsənliklər olsun. İndi zəhmət olmasa, sülh olsunla əsənliklər olsunu cəm elə görüm. Əsənliklərin içində sülh olsun var. Deyirəm cəmləşdir görüm əsənliklər. Deyirəm əsənliklərin içində sülh olsun var. Sən deyirsən cəmləşdir. Mən demirəm, sən deyirsən ki, nə deyirsən? Sən demədin əsənliklər olsun. Sən demədin sülh olsun demək. Sən demədin əsənliklər olsun. Əsənliklərin açılımını sən göstərmədin mi? Deyirəm ki, sən demədin əsənliklər olsun. Oxu bir dənə ekranı. Oxu bir dənə. Oxu görək ay çevik. Oxu. Oxu da oxu işte dinləyək oxu. Ki sən oxu da, sən oxu can. Oxu, sən qoydun oxu bizə ver. Mən qoydum bir dəfə mən oxudum, sən anlamadın. Bir dəfə yenə oxu. Sən oxuysan oxumusan. Əsənliklər, tamam sakit ol, çevik, sakit ol. Oxu. Əsənliklər dilərim selamlaşma, vedalaşma. Əsən qal, xoşca qal, sağlıqlı qal. Əsənliklər qısa öz bir iyi dilək ifadəsi. Düzdürmü? Aha. Tamam. Etirazın var buna. Necə? Etirazın var buna. Eşidirsən? Eşidirəm. Mən girdim dedim ki, var, etirazım var. Mən girdim dedim ki, sülh olsun, düzdürmü? Sən dedin ki, əsənliklər olsun, doğrudur. Dedin yoxsa yox? Hə, dedim. Hə? Əsənliklərə etirazım var. Dedin yoxsa yox? Dedim əsənliklər olsun sənə, hə. Hə, dedin ki, əsənliklər olsun, düzdürmü? Hə. Və dedin ki, lap xristianlar kimi salam verdin, düzdürmü? Hə, xristianlar deyir də sülh olsun. Tamam, əsənliklər olsunu kim deyir? Türklər. Türklər deyir. Hə. Tamam. İndi zəhmət olmasa əsənliklərlə sülhü cəm elə görüm. Cəm olunmur axı. Olmursa niyə sülhün üzərinə deyəsən ki, əsənliklər olsun? Kevin belə istəyir, heç dəxli var, əsənliklər deyir. Kevin belə istəyir. Xəstəsən sən. İndi sən keyfini çıxardacağam. İndi istəyirsən Ahzab 30 surasına keçək. Burada getdim. İndi başlayaq Ahzab surasına. Gör nə deyirəm. Nəyə qəbul edin? Bir saniyə, keyfin belə, sən keyfinin istəyilə danışan bir adam deyilsən mənlə. Bu debat, bu mövzu keyflə deyil. Bu dəlillə danışılır. Biz sakit idik. Sakit ol görüm, özü qonaq. Səsimi niyə bağlayırsan, çevik? Səsimi niyə bağlayırsan? Burada sənin 30 min takipçi. Səsimi niyə bağlayırsan, çevik? Heç kimə vecinə deyil. Özü qonaq. Səsimi niyə bağlayırsan? İndi mən hesab 37-ni. Deyirəm səsimi niyə bağladın? Çünki susasan deyə. Susasam, dəlillə susturacaqsan məni. Dəlili gətir. TikTokla yox. Dəlillə bacarırsan, dəlillə sustur məni. Gətir dəlil. Dəlil gətir. İkinci dinləginə. Gözləməm də həsrətlə. Sən indi burada hamının qafağında elhamdülillah əsənliklərlə sülhü cəm edə bilməyib. Kişi, əhlüsünnə əmoğluğa denən ki, diktə eləyə biləcəyi bir yayında deyil, manipulyasiya eləyə biləcəyi də yayında deyil.
və əsənliklər deməyim türk törəsinə və türk adətlərinə uyğundur. Mən törəmdən götürdüyüm əsənliklər deməyim kimisə xətrinə dəyirsə, Axı gör nə deyirəm? Getsin Ərəbistanda yayına Əsəb 37-ni, Əsəb 37-ni danış axı. Xahiş edirəm səndən artıq Sakit ol. dərəcədə. Bir dənə bir şey deyim də olarsa. Məsələ budur ki, Çevik bəy deyir ki, getsin ərəblərə falan filan, ərəblər deyir. Aristotel ərəbdir, ay Çevik. yox. Aristotel milləti nədir? Yunan. He? Yunan. Tamam. İndi mən ərəb dinini, ərəb sözlərini, ərəb əqidəsini mənimsəsəm, mənə deyirsən ki, sən ərəb sevərsən. Onda belə çıxır ki, sən də Yunan sevərsən. Mənimsəmək və istifadə etmək başqa bir şeydir. Onu kültür halında gətirib bizə soxmağa çalışır. Deməli belə çıxır ki, Çevik, indi biz oturub ərəb söhbətlərini ortaya qoyanda deyirsən ki, ərəbləşən millətim. Onda sən Mənə də bax, bir dəqiqə Çevik qoy bitirim. Mən bir dəqiqə bitirim daha izin Sənin verin. debat eləmişik və bildiyim Debat eləmişik. etik İndi ol. yenə eləyirik. Bir sakit ol. Bildim də bir sakit ol. Sən sakit ol. Dinləmirsən. Məni niyə qoşdun bura? Əgər dinləməyəcəksənsə. Zahid. Ha, eşidirəm. Zahid. Deyirəm ki, Nə sən deyirsən? 3 dənə türk tarixi ilə ya da Azərbaycan tarixi ilə bağlı sual verirsən, bilməyəsən. Amma ərəb tarixi ilə, xilafətlə bağlı sual verirsən, başlayasan danışmağa. İndi baxaq görək kimdə ərəb sevər. İndi dinləyək. İndi yaxşı. İndi məsələ budur. Hə. İndi əsəb indi 37-dən indi qaçmamaq qaçmaq üçün bir variant atırsınızsa, onu üzr istəyirəm. Kimdir qaçan? Amma Əsla 37-nin qaçmır, təfsiri. əlhəmdülillah. Qaçan biz deyilik, qaçan sənsən. 37-nin təfsiri. Gətir. 37-nin təfsiri elə məndədir. Bəli. Gətir. Tamam, gətirmişəm. Aç Qurani-Kərimi, Əsəb 37, aç. Aç qoy ekrana. Açıqda olsa, ekranda açıqdır. Görmürəm, aç qoy ekrana. Mən də deyil 37. Təfsirçinin adını denən gedib baxın. Mənəm. Təfsirçim Mücahid Qafqaz. Aç qoy ekrana. Sən kimsən ki təfsir eləyəsən? Bəli, mənəm. Aç ekrana qoy. Deyirəm sən kimsən? Mən Mücahid Qafqaz, müsəlman dindar. Bəli. Müsəlman dindar, təfsirçi. Bəli. Mən bir müsəlman olaraq, Qurani-Kərimə uyan bir insan olan müsəlman olaraq mənim haqqım var ki, uyduğum ayəti təfsir edim. Sən nəyə əsasən inanmadığını Qurani-Kərimindəki Əhzab 37-yi təfsir edirsən? Sən kimsən? Hə, mən ateistəm. Nə hə? Sən müsəlmansan. Bəli, sən nəsən? Onda bir dənə Tanrının Sən nəsən? tərifini ver, bilək görək sən müsəlmansan. Deyirəm sən nəsən? Sən nəsən? Ateist. Ateistsən, düzdür? Hə. Əhzab 37-yi qəbul edirsən? Yox. Yaxşı, qəbul eləmədiyin bir şey haqqında niyə oturub burada təfsir tələb edirsən? Dəqiq eləyə bilmərəm. Yox, sən edə bilirsən. Yox, dəqiq eləyə bilmərəm. Mənə gətirdiyin iradla sənə gətirəm. Sən kimsən ki eləyirsən? Əhsən. O zaman Quranı götürürəm, qoyuram qırağa. Möhtəşəm. Qoyuqlarını qoyduq qırağa, qəbul eləmirəm. Aç indi Əhzab 37-yi. Aç indi Əhzab 37-yi. Saç. Düşdüyün qrupdan çıxasın, gözlə. İndi mənə Quran xaricində Allah tərifi ver, Tanrı tərifi ver, pozisiya tərifi ver. Və içində İxlas surəsində tək bir kəlmə desəm 200 dənə ayətlə üstə gələcəm. Hara getdi? Yox, sən də söz verdin ki, lüt barəsində hədis gətirəcəm. Gətir ekrana qoy da. Gətirəcəm. Sən dəlli gətirdiyin vaxt gedəcəm. Dostum, ay Müco. Səsim gəlirmi? Mücahid. Səsim gəlir. Ay Müco. Mücahid. Bəli, gəlir. Gəlir səsim. Mücahid, gəlir səsin. Tamam. Hə, yaxşı dinlə. Sual eşitdin yoxsa eşitmədin? Suala nə idi deyilə bir dəfə gələcəm. Sual bu idi. Tanrı ateizmin rəsmi tərifi və fəlsəfi görüşü bundan ibarətdir. Tanrı və tanrılar yoxdur. Sən də deyirsən mən müsəlmanam və bir tanrı var. Düz? Və mən Qurana dəlil gətirə bilmərəm. O da düz? Niyə gətirsən ki? Əhsən. Götürmürəm, haqlısan. Qoyduq qırağa. İndi mənə tanrı tərifi ver. İndi mənə Allah tərifi ver və Qurandan tək kəlmə istinad olmasın. Quran tək kəlmə istinad olmasın? Tamam. İndi eşidirsən? Amma sözümü kəsmək olarmı? Yox, niyə kəsirəm? Tamam. Buyur. Tamam. Sözümü kəsmə, hər kəsə şahid olsun ki, sən sözümü kəsmirsən. Başlayıram. Mən bir müsəlman olaraq, mən Qurani-Kərim üzrə müsəlman olmuşam. Allah Azza və Cəlləyi qəbul edərək, Qurani-Kərim üzərindən Allahı qəbul etmişəm. Mənim inancıma görə, mənim inandığım Qurani-Kərimdə olan Allah özünü Qurani-Kərimdə necə vəsf edibsə, o cürdə vardır. Necə ki, Şura 11-ci ayətdə ki, "Leysə kemislihi şey'un və huve es-semi'u el-basir." Onun mislində heç nə yoxdur. O eşidəndir, görəndir. Eşitmək və görmək də Allahın bir dəqiqə qoy bitirim. Eşitmək və görmək də Allahın sifətləridir. Və yəni mən bir müsəlman olaraq Allah Azza və Cəllə, yəni mənim Rəbbim özünü mənə necə tanıdıbsa və tanımağımı necə özü kifayət bilibsə,
Mən özünü mənə tanıtdığı qədər mən onu tanıyıram və kifayət qədər də necə tanıtdığına mən iman edirəm. Deməli, mənim inancımda Allah mənə özünü tanıdır. Sənin inancında isə sən Allahlığı tanıdırsan. İndi məsələ budur ki, Mücahid, yaxınlaşdın ki, tərif dilişdin sən. Tamam. Niyəsə soruşmaq istəyirsən? Yox, soruşun, mən sən cavab verəm. Soruşuruq elə buna görə ki, Allah Azza və Cəllə özünü necə tanıdıbsa, o cürdə qəbul edirik. Harda tanıdıq Quranda? Bundan o yanasına Quranda? Quranda tanıdıq? Bəli, elhamdülillah. Əhsən, Qurana girməyəcək. Sənin Allah'ı rədd eləmək üçün, sənin Allah'ı tanıdan mexanizmanı rədd eləmək yetərlidir. Yox. Və girməyəcək Qurana. Sən Quran xaricində Allah tərifi verə bilmirsən, düz? Quran xaricində Allah tərifi vermək öz ağlınla bir Allah yaratmaqdır. Mən də sənin Quran daxilindəki təsvir olunan Allah'ı rədd edirəm. Dolayısıyla Quranla rədd edirəm. Bir etirazım var. Quranın təsvir elədiyi Allah'ı rədd eləmək üçün Qurana baxmaq lazımdır. Kişi. Fəlsəfənin fılsından xəbərimiz yoxdur, elə danışırsınız. Qaydaq da Əhzab 37-yə qaydaq da. Gələcək. Mücahid dəlil gətirməlidir. Əhzab 37-də danışırıq, buna görə danışırıq. Bir dənə sakit olun, zəbt olsun. Tamam. Telefon göndərik ya. Qurandan kənar Allah tərifi verilməsi doğru deyildir. Əhsən. İndi mənə zamanın və məkandan münezzeh olan bir tanrının baldırını göstərdiysən, baxa qalasın. Boş ver sən. Onlar o mövzular sənə 5 razmer ağır gələr. Onu qoy qırağa. Sən mənə Əhzab 37-nin təfsirini ver. Mənə ağır gələcək. Mənə ağır gələcək deyirsən. Fəlsəfə haram deyil sizdə. Mənə ağır gələcək. Fəlsəfə haram deyil sizdə. Gətir görüm indi mənə ağır gələcək. Buyur gətir buradayam. Sən dəlili ver, gətirəcəm narahat olma. Gətir görüm deyirəm buradayam. Buyur da meydan oxuyuram. Əhzab 37 nəyə meydan oxuyursan? 5 saat meydan oxuyursunuz, hələ bir dəlil verəm. Keçək indi Əhzab 37-yə. Yaxşı keçək olsun Əhzab 37-yə. Əhzab 37-yi aç qoy ekrana. Hamı da görsün, biz danışaq. Aç Əhzab 37-yi qoy ekrana, hamı görsün, biz danışaq. Qoyuram da mütələssən. Həyəcanlısan, sən biraz elə bil. Yox, mən həyecanlı deyiləm. Mən polnuxud ki 24 saat motivasiyayım, əlhəmdülillah. Qan qırmızıdır məndə, yaxşı işləyir. Cəmaatda yaşıldır. Temasan da. Yox, səndəki indi yaşıldır, onu bilmirəm, kəs bax görək də, nə bilim, nə rəngdir. Nə bax, sən qırmızı qoyub, cəmaata yaşıl qoyub sən Allahım. Yox, səndəki nə rəngdir? Qırmızı deyil. Qırmızıdır. Sən qırmızı rəngin nə özəllik daşıyır ki, deyirsən qırmızıdır. Qırmızı rəng gözəllik daşmağı nə deməkdir ki, qırmızı rəng gözəllik? Sən dedin daşmağı? ki, qan qırmızısı, qırmızıdır qanım. Nə verim qırmızıdır? Bax, misal üçün, bir adam qalxıb desə ki, mənim maşınım ağ rəngdir. Deməli, ağ rəng özəldir. Sən dedin də özəldir, yoxsa nə deyirdin onu? Gör nə deyirəm? Qanun özü, bax, bir dəqiqə, qoy deyim də bir dəqiqə. Fırlatmayın da bu söhbəti də, oxu görək. Fırlatmırıq. Oxu. Bax, qırmızı var deyə qan qırmızı deyil. Qan qırmızı deyil, qırmızı var. Qırmızı da öz zaten qan, sən xəbərin yox biyologiyadan. Oxu gör nə deyir? Qanın özü qırmızı deyil, qana qırmızı verən molekülər tərkibi var. İndi məsələ var. İndi Əhzab 37-də Allah Azza və Cəllə Əhzab 37-ci ayətdə nə deyir? Bismillahirrahmanirrahim. Bir zaman Allahın nemət verdiyi və sənin özünün nemət verdiyin kəsə zövcəni yanında saxla. Allahdan qorx deyirdin. Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. O gizli saxlanılan şey nədir tam olaraq? Tamam, deyim mi? De. Tamam. Gizli saxlanılan şey bu ayətin sonundadır. Bax. Deyir ki, Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik. Bir diqqət. Evləndirdik ki, oğulluqları niyə çıxartın ekrandan? Gətirəm. Gətir. Evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman o qadınlarla evlənməkdə möminlərə heç bir sıxıntı olmasın. Diqqət. Allahın əmri mütləq yerinə yetəcəkdir. Onda bir dənə sual. Bu ayətdəki Muhammed sallallahu aleyhi və səlləmin qəlbində gizlətdiyi Zeynəbə olan sevgi deyil idi. Qəlbində gizlətdiyi Allah Azza və Cəllənin bu hadisədən öncə Muhammed sallallahu aleyhi və səlləmə Zeynəblə evləndirəcəyini vəhy edib bildirməsidir. Bir dəqiqə. Səndən soruşmaq ayıb olmasın. Onda İbn Abbas, İbn Kəsir və Tirmizi hamısı xətalıdır.
bitirək də sən izin ver ki, danışaq biz. Yox, Əzim, sən mal alıysan, axı bitirmirsən. Sənsən mala, mən yox. Mən indi mal alayım. İbn Abbas mal alıyırdı. Mən deyirəm ki, İbn Abbas mal alır. Mən deyirəm ki, ikimiz danışırıq. İbn Abbas mal alıyırdı, mal alamırdı. Heyecanlanma Çevik. Rahat, sakit danışırıq. Deməli, Mən niyə heyecanlanmam? burada İbn sən Abbas sual verdin heyecanlanmalı, ki- deyə sən heyecanlanmalısan. deməli burada sən sual verdin ki, Peyğəmbərin qəlbində gizlətdiyi nə idi? Doğrudurmu? Aha. Bu sualı verdin, düzdürmü? Bəli. Tamam. Bu sualın üzərində bir şey deyirəm. Nə deyirsən? Muhammed sallallahu aleyhi və səlləmin əgər Zeynəbə yəni qəlbində gizlətdiyi Zeynəbə olan gizli sevgi isə, gizli məhəbbəti idisə, niyə görə Zeyd onun yanına gələndə demir ki, bəli, Camaat pis boşa. baxırdı da. Qoy bitirim də. Niyə gəlib Zeyd gəlib deyəndə ki, mən boşayıram zövcəmi. Muhammed sallallahu aleyhi və səlləm niyə demədi ki, hə boşa. Əgər qəlbində pis baxardı da. bitirim. Əgər qəlbində Zeynəbə qarşı bir sevgi, bir məhəbbət olsaydı, Muhammed sallallahu aleyhi və səlləm deyərdi ki, bəli, Zeyd boşa. Ya sən yalancısan, bir xahiş edirəm bitirim də, ay insan. Bildim də qaqa, sən sabaha qədər danışasın, sən kimi qulaq as görüm. Ya sən yalancısan, ya İbn Abbas, İbn Kəsir, Tirmizi. Hansınız yalancısınız? Yerinə yetəcək indi məsələ. Bir gün yenə. Deməli, Muhammed sallallahu Ya sən yalancısan, ya İbn Abbas, hansınız yalancısınız? Yalancı, yox, bax, yalancı sənsən. Nə İbn Abbas deyil, nə mən deyiləm. İndi sən Abbas sakit deyil. qoy dinləyək. Deməli, sözümü bitirməyə icazə ver yenə. Sözümü bitirməyə icazə verir misin? Mal alamadan